Salam əziz izləyicilər. Bu ağac maniloz xəstəliyinə tutulmuşdu. Keçən mövsümdə bunun 2 dənə deyəsən video həsr eləmişəm. Bax, orta budağını kəsmişəm. Daradım bunu, dərmanladım. Və indi bağda görürəm ki, ağaçların bəziləri yıxılmaq istəyir. Yıxılma 2 səbəbdən ola bilir. Yağıntılı keçən mövsümdə torpaq boşalır, külək də əsəndə vurub ağacı kökündən yıxa bilir. Amma bu artıq xəstəlikdir. Bu xəstəlikdir, o da gövdəni əldən salır, gövdə çürüyür. Bu mənim səhlənkarlığımdır. Onu qaşıyıb təzələməliydim, dərmanlamalıydım ki, heç olmasa sağalsın deyə. Bax, bu mənim səhvimdir. Amma ağacı qurumadan qoruya bildim. Keçən il quruyurdu bu. İndisə də gətirim təmizləyim. Bu hissələri kəsdim, burada yara var idi, onu təmizlədim. Onu görməmişəm, dibdəkini. İndi bir ağacım da var idi. Burada bu qurudu, çıxartdım, attım, şaftalı var idi. Bax, bu da maniloz tutmuşdu, armud ağacıdır. Geçən videolarda baxsaz görərsiniz, qurumaq istəyirdi. Bir təhər zor gücünə qoruya bildim türkə çara metodlarla, yumaqla filanla. Dibinə baxırıq, o qədər də əyilməyib. Amma o da ona görədir ki, bunun çətiri azdır. Və üstəgəl bir neçə budağını kəsmişəm, bunun daramışam, yüngülləşdirmişəm. İndi baxaq, gilas ağaçlarımın yıxılacağından qorxurdum. Keçən il başıma gəlmişdi bunların əyilməsi. İndi baxıram ki, yenə də bu yıxılma problemi aktualdır burada. Baxın, dibi açılıb ağacın. Niyə açılıb? İndi qaldırdım onu. Əyilmişdi, bu tərəfdən açılmışdı. Qaldırdım, indi onun dibini dolduracağım və dirəyi də möhkəmlədəcəm. Əslində dirək qoymuşdum. Bax, görürsünüz, qoymuşdum. Sadəcə yağışlar həm ağacın dibini yumuşaqdı, həm dirəyin. Dirək də batıb torpağa, ona görə bunu çox saxlaya bilməyibdi. Bax, bu ağaçlar yıxılmaq üzrə idi. Əminəm ki, o dirəklər olmasaydı, artıq böyür üstə tapmalıydım bu ağaçları. Görək bu necədir. Bu da tərpənir. Amma ciddi problemi yoxdur. Mən bunu həm məftillə bağlamışdım bu dirəyə. Həm də bu yandan dirək qoymuşdum. Amma qoyduğum dirək bağlamışdım da. Bağdan açılıb bunu saxlaya bilməyibdi. Yəni hal-hazırda elə bugün keçib bir yoxlayın ağaçları. Ağaçları yoxlayın, görək nəyiniz var, nəyiniz yoxdur. Mən də görüm bu dirəklərin işini bərpa eləyim, dibini də doldurum. Görək ziyansız ötüşə bilirikmi? Sağ olun, salamat qalın. YouTube kanalına abunə olun. TikTok'da baxanlar var, amma TikTok'da mən 5-10%'ni verirəm. Hamısını TikTok'a yerləşdirmirəm. YouTube'da abunə olsanız yaxşıdır.
həm də mənə dəstək olarsınız. Sağ olun, salamat qalın.